Azərbaycanda nəinki rus dilində danışan adamlar, Azərbaycan dilini bilməyən adamlar, erməni əsilli, erməni nigahı qarışığı olan insanlar Azərbaycanda dövlət vəzifələrində əyləşib. Mən dövlət başçısına, Milli Təhlükəsizlik Nazirliyinə müraciət edirəm. Yuxarı strukturda əyləşmiş dövlət məmurlarının hamısının nigahı araşdırılsın, milli etnik mənsubiyyəti araşdırılsın. Ermənistan-Azərbaycan müharibəsi fonunda, bu qədər itkilərimiz fonunda qarışıq nigahdan olan insanların Azərbaycanda dövlət strukturunda əyləşməsi yol verilməzdir. Nərimanlı deyir ki, Ramiz Mehdiyevin Rusiyaya yaxınlığı və 5-ci kolonlar rəhbərlik etməsi sir deyildi. Qarabağın işğal edilməsində və işğalda qalmasında əsas səbəbkarlardan biri Rusiya olub. Bu baxımdan Moskvaya bağlı şəxsin bu işğalın davam etməsinə maraqlı olduğu istisna edilmir. Rusiya Qarabağın işğalından Azərbaycana ümumilikdə regiona nəzarət məqsədi ilə istifadə edirdi. Rusiyanın nəzarətindən güclü olması bu ölkəyə bağlı şəxslərin də güclənməsi deməkdir. Mehdiyev və komandasının maraqları burada da ortaya çıxır. Onun 2019-cu ildə Vətən müharibəsindən öncə vəzifəsindən uzaqlaşdırılması da bu kontekstdə təsadüfi deyil. Əgər vəzifədə qalsaydı, Rusiyanın istəyinə uyğun olaraq torpaqlarımızın azad edilməsi prosesinə maneələr yarada yaxud müharibənin gedişinə maraqlarımızın əleyhinə müdaxilələr edə bilərdi. Mehdiyevin Qarabağ münaqişəsinin uzanmasında, torpaqlarımızın azad edilməsində nə kimi rolu ola bilərdi? Ümumiyyətlə, münaqişə ilə bağlı onun mövqeyi necə idi? 2019-cu ildə Mehdiyevin vəzifədən göndərilməsi və komandasının müəyyən qədər neytrallaşdırılması müharibədən daxili təxribatların önlənməsində mühüm addım olub. Ramiz Mehdiyevin yayılan səs yazısında onun Qarabağda əldə edilən uğurları şərh etmək istəmədiyi görünür. Azərbaycanın ərazi bütövlüyünü, torpaqlarımızın işğaldan azad edilməsini istəməyənlər bu barədə danışmaqdan imtina edərlər, yaxud da bu qələbəyə kölgə salmağa çalışarlar. Bu sadəcə bir adamın mövqeyi deyil, onun söykəndiyi, istinad etdiyi, əməkdaşlıq qurduğu, daim tapşırıqlar aldığı və xidmət etdiyi qüvvənin münasibətidir. Belə nəticəyə gəlmək olar ki, onların buradakı nümayəndələri çoxdur. Sadəcə olaraq bunu Mehdiyevin simasında gördük. Prezident administrasiyasının keçmiş rəhbəri Mehdiyevin Qarabağla bağlı mövqeyi yenidən gündəmə gəlib. Mütəmadi onun Qarabağ müharibəsi ilə bağlı ümumiyyətlə münasibətləri, fəaliyyətləri gündəmə gəlir və yeni bir informasiya gündəmə gəlib. Belə ki, onun keçmiş status quo-nun qorunub saxlanılmasında rol oynadığı bildirilir. Bir qədər öncə Mehdiyevin mediaya açıqlamasında Qarabağla bağlı suala cavab verməkdən yayınması. Bu baxımdan xüsusi diqqət çəkir. İddialar var ki, Mehdiyev Qarabağ mövzusunda Rusiyanın xeyrinə mövqe sərgiləyib və onun məhz müharibədən bir il əvvəl prezident administrasiyasından uzaqlaşdırılması da diqqət çəkir.